Salam dostlar, hər vaxtınız xeyir olsun. Növbəti dərsdə hər birinizi xoş gördük. Bu gün sizinlə saytımıza, onlayn mağazamıza məhsullar əlavə etməyi öyrənəcəyik. Mən nümunə üçün bir neçə məhsul yükləyəcəyəm. Daha sonrasında isə digər məhsulları mağazamıza videosuz yükləyəcəm ki, vaxt zaman almasın və biz artıq saytı yükləyərkən hansı ki burada olan nümunə məhsulları siləcəyik, sayta özümüzə uyğunlaşdıracağıq və növbəti mərhələlərdə ödəniş sistemini quraraq, ödəniş sisteminin qurulmasını göstərərək saytla olan hissəni tamamlayıb artıq rəqəmsal marketinq tərəfinə keçəcəyik ki, məhsullarımızı necə tanıdaq, saytımıza müştərini necə cəlb edək və satışlarımızı necə artıraq. İndi isə bu bizim qurmuşduq nümunə saytı. Növbəti dərsdə biz saytın dizaynına da dəyişikliklər edəcəyik. Hansı ki, logo hissəsi dəyişəcək, digər yazılar hissəsi dəyişəcək. Nəzərinizə çatdırım ki, biz Logo Translate vasitəsindən saytın admin panelini, dizaynların arxa fon yazılarını tərcümə etməyi öyrənmişdik. Lakin bura saytın əsas üzü olduğuna görə bunu biz hər birini əllə dəyişməli olacağıq. İndi isə saytımızın admin panelinə daxil oluruq. Gördüyünüz kimi saytın admin panelinə daxil olduq və biz artıq burada dizaynı tərcümə etdik Azərbaycan dilinə, WooCommerce-ni Azərbaycan dilinə tərcümə etdik və digər məsələləri, hissələri Azərbaycan dilinə tərcümə etdik. İndi isə buradan daxil oluruq məhsullar hissəsinə və yeni məhsul əlavə edin hissəsinə. Gördüyünüz kimi yeni məhsulun adını qeyd etməyimizi istəyir. Mən internetdən bir neçə nümunə məhsul yükləyəcəyəm. Biz yekunda bu məhsulları satmayacağımız üçün, yəni təlim ərzində olan saytdan bu məhsulları satmayacağımız üçün seçdiyimiz nişə aid nümunə məhsulları yükləyirəm və nəzərinizə çatdırım ki, bu məhsulun maya dəyəri hardasa biz bunu Azərbaycanda istehsal etməyi düşünsək, maksimum 30 azına yaxınlaşır və məhsulun satış qiymətini də görürsünüz. Mən dediyim 30 manat məhsulun həm parçası, həm içinin digər materialı və işçilik daxil. Siz bu məhsulu Azərbaycanda maksimum 30 manata istehsal etdirə bilərsiniz. Gördüyünüz kimi məhsulun adı hissəsini biz kopyalayırıq. Daha sonradan biz burada məhsul haqqında məlumatları qeyd edərək, xüsusiyyətləri və s. buradan məhsul üçün yazacağımız açıqlamanın qısa, orta, uzun ölçüdə olmasını və səs tonunun hansı səs tonunda olmasını, neytral, etibarlı, mehriban, hazır cavab formada olmasını istəyiriksə, onu qeyd edərək biz süni intellekt vasitəsilə məhsul açıqlaması hazırlaya bilərik. Lakin biz hələ bunu etmirik. Bu hissə də bizim saytın dizaynının bizə verdiyi əlavə məhsul hissələridir. Bunu da hələ ki istifadə etmirik. Düşürük aşağı bizdən məhsulun təsvirini istəyir. Bu məhsulun açıqlamalı, ətraflı açıqlamalı təsviridir. Gəlin biz baxalım bura. Daxil oluruq aşağı hissəyə və xüsusiyyətlər hissəsinə və ümumi təsvir hissəsinə. Gördüyünüz kimi ümumi təsvir hissəsində bunlar yazılmışdır. Bu hissəni kopyalayırıq və daxil edirik bu hissəyə. Gördüyünüz kimi burada digər bir saytdan kopyalama edərkən bəzi mətnlər göy şriftlə düşə bilər. Bu deməkdir ki, həmin mətndə link var. Əgər biz baxsaq, gördüyünüz kimi Umico'nun burada linki var. Biz nə edirik? Həmən hissəni seçərək bu hissədən 2 dəfə basaraq bütün linkləri ləğv edirik. Artıq heç bir link yoxdur saytımızda. Digər hansısa bir səhifəyə yönəltmə olmayacaqdır. Daha sonra aşağı düşürük. Aşağı qiymətdə var adi qiymət və endirimli qiymət.
adi qiymət nədir? Əgər biz bir qiymət təyin edəcəksə və bu qiymətlə satış edəcəksə, orada bir ikinci qiymətin görünməyini istəmiriksə, sadəcə adi qiyməti daxil edirik. Yox, biz hansısa bir yuxarı qiymət, sonra isə onun daha aşağı qiymətlə satışını həyata keçiririksə, tutaq ki, məhsul bu gün 100 manat idi. Daha sonra biz bunu kampaniya çərçivəsi ərzində 50 manata satışını həyata keçiririksə, endirimli qiymət hissəsini qeyd edəcəyik. Misal üçün biz bura yazırıq 99 Azərbaycan manatı. Bu hissədə isə yazırıq 74. Və nəzərinizə çatdırmaq istərdim ki, endirimli qiyməti siz təyin edə bilərsiniz. Daha sonra siz burada hər hansı manual əməliyyat etmədən o qiymətin vaxtı bitsin. O zaman cədvəl hissəsinə daxil olursunuz. Endirimli qiymətin başlama tarixini seçirsiniz və endirimli qiymətin bitmə tarixini seçirsiniz. Saytda endirimli qiymət yalnız həmin zamanlar ərəfəsində görsənəcəkdir. Növbəti mərhələdə əgər sizin bir mağazanız varsa, fiziki və yaxud da olmasa belə məhsulunuzu kodlamağınız daha məqsədə uyğundur. Misal üçün eyni məhsuldur, sadəcə orada rənglər fərqlidirsə, hər rəngə bir kod təyin edin. Misal üçün HY 001-R, yəni red rəngi misal üçün və yaxud da B black. Bu nəyə lazımdır? Müştəri sizdən məhsul sifariş verdikdə siz tamamilə müştərinin dəqiq olaraq bilirsiniz ki, hansı məhsulu sifariş verir. Gələcək mərhələlərdə müştəri yox, mən bu rəngi istəməmişdim, mən seçdiyim rəng bu deyilsə, müştəriyə də aydın izah edə bilirsiniz ki, xeyr əziz müştəri, yəni bizim sistem elə qurulub ki, siz məhsulu bizim sifarişləmədə, paketləmədə, göndərmədə səhv ola bilməz. Çünki məhsul kodlarına uyğun göndərilir və siz bu məhsul kodunu sifariş vermisiniz. Bu da sizin hüquqi məsələləri həll etməyinizdə kömək olacaqdır. Eyni zamanda stokun vəziyyəti var, yəni ambardakı vəziyyət ola bilsin. Siz bu gün məhsulu yüklədiniz, üzərindən bir müddət keçdi, stokda bitə bilər. Yəni stokda bitmiş ola bilər və yaxud da stokda var olduğunu göstərmək istəyə bilərsiniz və stokda bitsə belə saytdan silmək istəməyərsiniz, çünki gələcəkdə yenə qayıdacaq məhsul. O zaman stokda bitdi işarə eləyə bilərsiniz. Buradan siz çəkisini, uzunluğunu, ölçülərini və göndərmə sinifini biz daha sonra daxil edəcəyik. Göndərmə sinifi dediyimiz ödənişli çatdırmadır, ödənişsiz çatdırmadır. Həmin hissəni qeyd edə bilirik. Və əlaqədar məhsullar var. Burada elektron ticarətdə ən uğurlu satış üsulundan, satış artırma üsulundan biri də yanaşı məhsullar satmaqdır. Tutaq ki, siz burada bir məhsul satırsınız və onun alt hissəsində isə qeyd edirsiniz ki, bu məhsulu tamamlayan digər bir məhsul. Misal üçün, televizor satırsınız və televizorun alt hissəsində siz müştəriyə təklif edirsiniz ki, bu televizorun divara bərkitmək üçün aləti, mexaniki hissəsi yoxdur. Amma burada bizdə satışda var. İstəyirsinizsə bunu bizdən əldə edə bilərsiniz və çarpaz satış həyata keçirirsiniz. Atributlar var. Siz burada atributlar hissəsindən misal üçün rəng əlavə edə bilərsiniz, ölçü əlavə edə bilərsiniz, müxtəlif seçimlər əlavə edə bilərsiniz. Hələ ki biz sadə məhsul üzərindən gedirik və sadə məhsul üzərində bunları etməyimizə ehtiyac yoxdur. Və dediyim kimi elektron ticarətdə siz tək məhsul deyil, yəni fiziki məhsul deyil, hər hansı bir proqram təminatı, elektron kitab və s. satışı da həyata keçirə bilərsiniz. Bu zaman siz buradan məhsulun növünü seçə bilirsiniz. Birinci növbədə seçirik sadə məhsuldurmu, yəni bir məhsuldurmu, bu formada adi bir sadə məhsuldurmu, yoxsa fərqli bunun özəllikləri varmı? Əgər sadə məhsuldursa biz buradan sadə məhsul seçirik və yaxud da biz bu formada bir telefon və onun yanında bir qulaqlıq, bir ekran qoruyucu, üzlük və s. hamısını bir yerdə satırıqsa, 3-4 məhsulu ayrı-ayrı qiyməti olan 3-4 məhsulu saytımızda birləşdirib bir saytda bir məhsul olaraq satırıqsa, o zaman qruplandırılmış məhsuldan istifadə edə bilirik. Və digər mərhələdə əgər bizim satdığımız məhsul sadə məhsul və virtual məhsuldursa, yüklənə bilən məhsuldursa, buradan yüklənə bilən hissəsini seçirik. Yüklənə bilən hissəsini seçdikdə siz daha sonra yuxarıda yüklənə bilən linki əlavə etməlisiniz ki, müştəri məhsulu sifariş verdikdən sonra məhsulu yükləyə bilsin. Tutaq ki, elektron kitabdır. Biz bunları ləğv edirik və məhsulun qısa təsviri hissəsi. Məhsulun qısa təsviri hissəsində isə məhsul məlumatlarından qısa bir məlumat olmalıdır. Tutaq ki, hələlik biz bunu qeyd edirik.
bu formada qeyd edirik. İndi isə növbəti bir məsələn diqqətinizə çatdırım. Biz bunu başqa saytdan kopyalayıb yapışdırdıq. Google bizi kopyalayıcı kimi tanıyır. Yəni siz bu məlumatı başqa saytdan kopyalamısınız və bizə lazımdır ki, biz gələcəkdə ödəniş etmədən Google-da üst sıralara çıxmaq istəyiriksə, yəni axtarış zamanı saytımızın daha öndə olmağını istəyiriksə, tutaq ki, misal axtarış göstərin. Gördüyünüz kimi burada biz axtarış verdikdə bizim üçün saytlar sıralanır. Instagramda səhifə, Yumiko, Kontakton və digərləri. Burada sıralanmağa, bu sıralanma prosesində önə keçmək üçün edilən fəaliyyətlərə SEO deyilir. Və biz məhsul təsviri əlavə edərkən məhsul məlumatlarımızı, digər hissələri SEO-ya uyğun həll etməliyik. Burada da qəliz bir şey yoxdur. Bunu daha sonra izah edəcəyik, daha ətraflı. Sadəcə ilk məhsulu yükləyəndə nəzərinizə çatdırmaq istərdim. Gəlin belə edək. Daxil olaq süni intellektə, ChatGPT-yə və bu hissəyə yapışdırdığımız hissəni götürürük, əlavə edirik və aşağıda qeyd edirik ki, mənə bu məhsul üçün və aşağıda qeyd edirik ki, mənə bu məhsul üçün SEO-ya uyğun məhsul haqqında məlumat yaz. Əsas açar söz. Burada biz əsas açar sözlə getməliyik. Yəni əsas fokuslandığımız söz hansıdır? Məhsulun adı var və s. Amma məhsulun kateqoriyası hansı məhsuldur? Hamilə xanımlar üçün olan yastıqdır. Və yazırıq ki, əsas açar söz, əsas fokus söz və yaxud da gördüyünüz kimi artıq bizə bu formada SEO-ya uyğun məhsul xüsusiyyətləri hissəsi yazdı. Məhsulu təsvir elədi SEO-ya uyğun və biz bunu digər bir promptla, digər bir tapşırıqla daha da özəlləşdirə bilərik. Misal üçün, bu mətni eyni zamanda satışa yönləndirici və alıcının emosiyalarına və istəklərinə təsir edəcək şəkildə hazırla. Gördüyünüz kimi artıq burada mətnə bir qədər dəyişiklik edir. Sanki bəzi sözlərdə satışa yönəldir, emosional təsir etməyə çalışır. Misal üçün, Funna Baby Grass hamilə yastığı ilə bu narahatlıqlara son qoyur. Misal üçün, ondan qabaq yazır, bel ağrıları, yuxuda dönmə çətinliyi və s. hər gecənizi yorucu edə bilər və xüsusi şəkilli və s. Eyni zamanda gözəl. Biz bunu da bu hissəyə götürüb əlavə edə bilərik. Bu formada müştəriyə, emosional dövrdə olan bir müştəriyə təsir etmək üçün elə bu mətndən istifadə etmək daha məqsədə uyğundur. Gördüyünüz kimi artıq gözəl bir məhsul təsvirimiz oldu. Eyni zamanda qeyd edirəm ki, aşağıda bu məhsul üçün 160 ümumiyyətlə rəqəm yazıb. Bu məhsul üçün qısa məhsul təsviri hazırla. SEO-ya uyğun olsun. Hamilə yastığı sözü ilə başlasın və 2
dəfə təkrar olunsun. Eyni zamanda meta description məhdudiyetlerine uyğun olsun. Əziz dostlar, bu nə deməkdir? Hansı ki biz məhsulumuz haqqında qısa təsvir yazırıq və meta description dedikdə nəzərə alın ki, hansı ki Google-da axtarış verdikdə məhsulun adı link hissəsindən sonra aşağıda bir qısa açıqlama hissəsi bizdən tələb edir və onun üçün də biz ona deyirik ki, qısa məhsul təsviri yaz və bu məhdudiyyətlərə uyğun olsun. Çünki burada gördüyünüz kimi bəzi sözlər yarımçıq qalır. Biz onu elə etməliyik ki, bu yarımçıq qalma olmasın. Biz elə etməliyik ki, çatdırmaq istədiyimiz əsas söz həm məhsulun linkində bu hissədə olsun, həm məhsulun adı hissəsində olsun, həm də meta description hissəsində olsun ki, sanki Google baxır ki, aha, bu açar söz axtarılan bu söz bu saytda həm linkdə keçir, həm məhsul adında keçir, həm məhsul description hissəsində məhsulun qısa təsvirində keçir və bu saytı daha önə çıxara bilir. Gördüyünüz kimi bizə meta description verdi, maksimum 155 simvol. Daxil olub bu hissəyə əlavə edirik. Və eyni zamanda yan hissəyə gəldikdə biz məhsulun şəklini təyin etməliyik. Gördüyünüz kimi burada həm məhsul şəkli, həm də məhsul qalereyası hissəsi var. Məhsul şəkli nədir? Məhsul şəkli bizim sayta daxil olarkən görəcəyimiz ilk şəkildir. Burada hal-hazırda bir şəkil var və əgər bir neçə şəkil varsa, birinci şəkil öndə olan, arxası daha səliqəli, daha gözəl hazırlanmış şəkili biz birinci hissəyə əlavə edirik. Biz hələlik bu şəkli daxil edək, əlavə yükləyək. Gördüyünüz kimi məhsul şəkli təyin et hissəsinə keçirik. Gördüyünüz kimi məhsul şəklini biz əlavə edirik bura. Burada da gördüyünüz kimi SEO-ya uyğun, SEO-ya uyğun, burada hansı ki SEO tək yazı ilə bitmiş şəkilləri də SEO-ya uyğunlaşdırmaq lazımdır. Onu da sizə qısaca göstərim nə üçündür. Axtarış verdikdə bu hissədə çıxan şəkillər daha çox linklərdən başqa şəkillərin arxasına, arxa fonuna hansısa bir yazıları yazmaqla əldə olunur. Misal üçün məhsulumuzun adına uyğun olsun, məhsulumuzun adına uyğun olsun məhsul şəklinin adı. Və açıqlama hissəsini nəzərdə tuturuq. Mən bu hissəyə daha sonra qayıdaram, hal-hazırda məhsul şəkli təyin et verək və yaxud elə buradan daxil olaraq bu hissəni götürüb kopyalaya bilərik. Alternativ mətn, başlıq və s. bunlar nədir? Alternativ mətn. Düşünün ki, Google botlar vasitəsindən bu axtarışları, bu prosesləri həyata keçirir, sıralamanı həyata keçirir və o məhsulun şəklini həm vizual oxumaqla yanaşı, həm də onun arxa fonunda olan kodlardan məhsulun hansı bu şəklin nəyə aid olduğunu oxuyur. Ona görə bu hissələri də əlavə etmək məqsədlidir və SEO-da sizi önə çıxarır. Gördüyünüz kimi əlavə etdik. Əgər məhsulun digər şəkilləri də varsa, artıq bu hissədən əlavə edirik və məhsul şəkilləri həmin hissədə görsənir. Misal üçün biz saytda olan məhsul şəkillərindən və yaxud adi şəkillərdən birini qeyd etsək, nümunə olaraq.
Biz indi keçirik növbəti hissədə məhsul kateqoriyası hissəsi əlavə etməliyik. Burada olan kateqoriyalar daha öncə yüklənmiş və nümunə kateqoriyalardır. Biz məhsullarımızı əlavə etdikdən sonra köhnə nümunələri siləcəyik və saytımızı dizayn edərkən istifadə edəcəyik və hal-hazırda yeni bir məhsul kateqoriyası mən əlavə edim. Yeni kateqoriya əlavə etdik və kateqoriyanı seçdik. Məhsul etiketləri hissəsinə isə biz məhsulumuz haqqında sanki Instagramda bir hashtag kimi, TikTokda bir hashtag kimi istifadə edə bilərik. Misal üçün, bir də belə deyək, bu məhsulla bağlı siz düşünürsünüz ki, müştərilər bunları axtararaq, bu məhsulun bir neçə adı var, bir neçə axtarış dilimizə uyğun versiyası var. Həmən sözləri bura əlavə edə bilərsiniz. Və əgər məhsulumuzun brendi varsa, buradan brend adını da qeyd edirik. Daha hissədə ölçü varsa və s. bu hissələrə də hələ ehtiyac yoxdur. Əgər məhsulun 360 dərəcəli fırlanan formatda şəkli varsa, onu da bu hissədən əlavə edirik. Hələlik yerdə qalanlara ehtiyac yoxdur və biz məhsulu dərc edə bilərik və yaxud da ön izləmə edə bilərik. Yəni məhsulu tam yükləməmişdən öncə sayta ön izləmə edərək məhsul hissəsinə baxa bilərik. Gördüyünüz kimi ilk şəkil, sonra növbəti şəkil. Burada şəkil ölçülərinin də eyni ölçüdə, yəni kvadrat olmasına diqqət etmək lazımdır. Və yaxud da siz ayarları ilə quraşdıra bilərsiniz ki, məhsul şəkli poster formasında olsun. Bu da adətən geyim məhsullarında olur ki, geyim ölçüsü tam görsənsin. Onun üçün məhsul şəkillərini eyni yükləmək lazımdır. Biz burada ikinci şəkli nümunə olaraq seçmişik. Gördüyünüz kimi burada məhsulumuzun adı, məhsulumuzun adi satış qiyməti, endirimli satış qiyməti, məhsulumuzun qısa təsviri eyni zamanda burada olur, hansı ki meta description dediyimiz hissə və aşağı düşdükdə səbətə at, indi al, səbətə atdıqda səbətə müştəri atır, bir neçə məhsul əlavə edib sonra sifariş hamısını bir yerdə sifariş verə bilər və yaxud da indi alla birbaşa ödəmə səhifəsinə keçə bilər. Biz bu hissələri daha sonra tərcümə edəcəyik demişdik və aşağı düşürük. Burada gördüyünüz kimi valyut olaraq dollar işarəsi görsənir. Biz gəlin daxil olaq ayarlara. Bu hissədə videonun qarşısını alır. Və dostlar, biz bu konversiyanın altında olan parametrlər hissəsinə daxil olub buradan hara satış edəcəyimizi qeyd edirik. Ümumiyyətcə ünvanımızı da qeyd edirik. Hara satacağımızı qeyd edirik. Müəyyən ölkələrə satmaq və ölkə regionu seçirik. Azərbaycan. Satdığımız bütün ölkələrə göndəririk. Mağaza ölkəsi regionumuzdur. Vergi dərəcələri və aşağıda valyuta hissəsindən valyutanı Azərbaycan manatı edirik. Və bu hissədən bizdən soruşur manat simvolu. Hansı ki burada gördüyünüz simvol sağdan olsun, soldan olsun. Azərbaycanda adətən sağda istifadə olunur. Və dəyişiklikləri yadda saxla deyirik. Yenidən biz məhsulumuzu ön izləmə etsək, gördüyünüz kimi artıq manat simvolu bura düşdü və məhsulu dərc edirik. Artıq məhsulumuz dərc edilib, lakin ana səhifədə kateqoriyada biz buradakı kateqoriyaları seçməmişik deyə görsənmir. Biz növbəti dərslərdə məhsulu qeyd edərkən buradakı kateqoriyaları dəyişəcəyik. O zaman bizim məhsulumuz da saytda görsənəcək. Yəni məhsulumuza baxmaq istəsəz, buradan linkdən tıklayıb da baxa bilərsiniz. Və nəzərinizə bir şey çatdırmaq istəyirəm. SEO-ya uyğun olmaq üçün gördüyünüz kimi biz məhsula ad verərkən avtomatik burada Azərbaycan şriftlərindən istifadə etdi. Məhsul adında Azərbaycan şriftləri olsa da link hissəsində Azərbaycan şriftlərindən istifadə etməməyə çalışın. Ümumiyyətcə ingilis dili şriftləri olmalıdır və onu da necə redaktə edə bilərsiniz? Bu hissədən redaktə edə bilərsiniz. Gördüyünüz kimi
ok verdik və yenilə veririk. Əziz dostlar, deməli biz bu gün sizinlə bir yerdə sadə məhsul əlavə etməyi, məhsula süni intellekt vasitəsindən necə SEO-ya uyğun, satışa yönəlik emosional təsir edə bilən mətn, məhsul xarakteristikası təsviri hazırlamağı öyrəndik. Eyni zamanda SEO-da üstə çıxmaq üçün, məhsulumuzu SEO-ya uyğun yükləmək üçün nələrə diqqət etməliyik, onlar haqqında öyrəndik. Növbəti dərsdə görüşənədək təşəkkürlər.